Bugün back day-dir, kürək günü. İstinmə ilə başlayacaq birinci turnik. Sonra yüngül istinmələr, sonra da əsas məşq. Kürək günündə əsas ləmtalar. Bunu düzgün bağlamaq. İnşallah siz belə eləməyin, yaxşı. Deməli, burada 1000 dənə növ tutuşla fərqli yerlərə işləmək mümkündür. Bundan 2 dənəsini göstərəcəm. Enli tutuş və qısa məsafə tutuşla orta kürəyə və kənar kürəklərə. Bir də bundan sonra bir dənə qəşəng bir fərqli məlumat verəcəm. 2 dənə daha doğrusu. Ona görə axıra kimi baxın, axıra verəcəm ona. İndidən yox. Birinci budur, enli məsafə tutuşla eləyirik. İkinci qısa məsafə və tərs eləyəcəyik orta kürək üçün. Like this, getdik bu. Bu ikisini superset kimi də eləmək olar. Yəni ki, 10 dənə uzaq, 6 dənə yaxın ya da 10 dənə yaxın, 6 dənə uzaq. Fərqli eləmək mümkün. Birinci hərəkət lap buna başladıq. Let's pull down. Hərəkəti ilə başlayırıq. Yəni mən arda-arda göstərəcəm sizə. Sonra nə eləmək lazımdır. Bundan sonra keçməliyik əslində rova, qısa məsafə. Onu da deyim ki, rovla lat pullda əslində səhv bilirlər. Yəni çox adam səhv bilirlər. Elə bilək ki, lat pullda enli məsafə tutanda qanadlara işləyir, bu orta kürəyə işləyir, amma tam əksinədir. Bu qanadlara işləyir. Nə qədər dar tutsan, o qədər kənarlara işləyirsən, qanad hissəsinə. Nə qədər enli tutsan, o qədər orta kürəyə işləmiş olursan. İndi gedək, aparatdan bir dənə sıra götürək. Sıra nömrəsi. Sizə neçə set qalıb? Adama bir dənə qalıb, bərabər işləyə bilər. Prost dəyişəcəm amma onu. Hər dəfə dəyişəcəm. Çox sağ ol. İndi gözlə, mən şeyə gətirim gəlirəm. Kız sen nerelisin? Bağcılar. Bağcıların kızları taş, 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 ta 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 ta. Yüngül çəkilərlə göstərim, rahat danışa bilim deyə. Bunu edəndə əsas məsələ arxaya nə qədər gedirik məsələsi. Buradan götürmüşəm məsələn. Gedirəm arxaya gedirəm, uzanırlar arxaya belə. Bu yox. Dartdın, tam əksinə maili qabağa dayanırsan. Buraxdın olduğun yerdə. Onda fərqi hiss eləyəcəksən. Yəni 100 kilo ilə eləyirsənsə düşəcək 30 kiloya. O qədər ciddi fərq olur arada. İndi göstərim. Canlı, istis. Demək. İnşallah siz belə eləməyin, yaxşı səsli şəkildə qoymayın. Dəsmaldan istifadə edin və zada qışqırmayın. Bilgiləndirmə bitmişdir. Aldığımızda yerinə qoyuruq. Güzel. Çox sağ olun. Sağ olun dedik. İndi çəkici hərəkət eləyəcəyik. Onun bir neçə dənə əslində fərqli metodu var. Bir var dumbbell-la, hamının bildiyi. Amma mən cable-la eləyəcəm. Cable-la statik sıxılmada daha effektivdir məncə. Mən cable-la ümumiyyət hərəkətləri eləyəni daha çox hiss eləyirəm, nəinki dumbbell-la. Dumbbell-da stabilliyi qorumaq, çəkini lazımlı əzələyə
aparmaq biraz daha çətindir ağır çəkilərdə. Amma cable elə deyil. Cable daha rahat. Öz gedir cable. Bax indi qızlar var, şərait yoxdur. Videosu gəlir. Hazırsan? Yani çok istemeye var. Bir şey canımızdan geç. Necə qaldırdım? Getdik. Uşaqlar, skamenkan maili qoyuruq. Yaxşıdır bu. Mən dediyim kimi yüngül çəki qoyuram. Sizə göstərmək üçün. Sonra bunu götürürük. Bura bağlayırıq. Yamqasız olmaz da, yəni biləyim nazikdir mənim, incədir. Zərif xanıma. Ayağımızı qoyuruq. Ayağımızı birini kənara qoyuruq. Birini kənara qoyuruq, birini ortaya qoyuruq. Qoyuruq axır əvvəl. Əlimizi qoyduq aşağıdan yuxarı. Tam buraxırsan. Kürək məşqində əsas məsələ sayı ya da setlər çox işləmək deyil qətiyyən. Əsas məsələ ağır işləməkdir. Yəni gücünüzün çatdığı qədər maksimum ağır şəkildə. Ağır işləmək və sayı az eləsəz də olar. 6-8 arası 3 podxod kifayət eləyir. Amma əsas odur ki, kifayət qədər ağır işləmək lazımdır. Statik saxlamalar eləmək lazımdır kürək işləyəndə. Deməli, əsas prinsiplərdən biri ilk 5-6 dənəni, yəni əgər sayı çox eləyirsə, yavaş şəkildə, neqativləri yavaş buraxırsan, lat pullda məsələn, neqativləri yavaş buraxırsan geriyə və onu unutmayın ki, kürək gec inkişaf edən və gec hiss edilən bir əzələ qrupudur. İndi səbəbini sonra açıqlayaram. Bitirim, açıqlayaram. Səbəb odur ki, ayaq, biceps və s. kimi əzələlər bütün bir əzələ lifi ilə ibarətdir. Siz bunu işləyən kimi birbaşa hiss eləyirsiniz ağrını da, sabahsı günkü ağrını da. Amma kürək elə deyil. Kürək tam başqadır quruluşu. Kürək nədir? Kürək elədim yəqin. Kürək əzələ qrupu böyük bir əzələdən ibarət deyil. Xırda-xırda əzələlərin birləşməsindən yaranır. Amma bədəndəki ən böyük birləşmədə, yəni ki, ayaqdan, sinədən, qoldan ən böyük əzələ qrupu kürəkdir. Lakin bunlar xırda-xırda əzələlərin birləşməsindən ibarət olduğuna görə gec hiss edilir. Gec hiss edilir və gec böyüyür. Yəni gec inkişaf edir. Ona görə həvəsdən düşməyin. Müəyyən təxmin edirəm ki, 3-4 aydan sonra onsuz da kürəkdə ciddi bir fərq olur. Xəngəl yeyək. Oh my god. Xəngəl. Hansına? Gruzinski geçək uzarım. Oy, da ölürəm ya onun üçün. Sarımsalı qatır. Acı kanı tükür sən içində. Nəysə. Nəhlət sənə kör şeytan deyil. Hər işi öz tək başına görən qız vay bu. Deməli, rolun bu variantını eləyəcək, çəkilərlə olan variantını. Bunu çox sevirəm, yəni bu hissəni tam hiss etmək olur. İki növ tutuşu var bunun. Trapezlərə yaxın hissəni və trapezləri işlətmək üçün və orta kürək işlətmək üçün. İndi buna 2 dənə yüngülvari çəki taxıram, yüngülvari. Uşaqlar, bura bir dənə diqqət, qırmızı sos qoyursan. Xahiş edirəm, çəkili aparatların üstündə çəki qoymayın. Siz aparatların üstünə çəki qoyanda yaxşı sözlər deyilmir sizin haqqınızda və sizin böyük ehtimalla qulaqlarınız qızarır. Yəni bunu eləməyin, olar.
Sonra mən kimi balaca 60 kilo qızlar bunları daşımaq məcburiyyətində qalır. Daha sonra ləmkamızı bağlayırıq. Bunu tək-tək də eləmək 2-2 amma məncə tək-tək daha yaxşıdır. Tam otururuq, belimizi düz saxlayırıq. Bu arada bunu tam arxaya oturaraq da eləyə bilərsiniz. Mən tam oturaraq eləyirəm. İndi o birisi sırayla. Bir dəfə işləyəndə kürəyin bir tərəfini işləyib, bir tərəfini işləməmişdim 2 dənə hərəkətdə. Sonra hiss edirəm ki... Biri böyle bir var. Yox, deyirəm ki, nəsə biri ağrıyır, biri ağrımır. Niyə görəsən? Yaxşı ki, yadıma düşüb qayıtmışdım təzən zala eləməyə. Elə takıntılı biriyəm. Tamam. İnandım, tamam. Sen neden bu kadar meşgul? Sen kazanmışsın. Ben yeter miyim? Mənim yerimə sən... Ben yeter miyim bu kadar? Məşq edəndə çətin tərləyirəm. Amma bu genetik olan bir şeydir. Əgər böyrəyinizdə problem yoxdursa, genetik olan bir şey. Deməli, gəldik, rovu bitirdik. Bunu da elədik 3 set deyə nəzər tuturam. 3 set elədik 12-14 arası ya da ki, maksimum ağır qoydunuz 6-8 arası. İndi sizə bir dənə axırıncı fərqli bir hərəkət göstərirəm, sonra da bitiririk, keçirik kardioya. Mən keçirəm, siz yox. Amma siz kardio edəndə bu videonu izləyirsiniz, like qoyursunuz və mənə yazırsınız ki, kardiodayım. Ben bu videoya yemek yiyip bakacağım. Kardioda olanda etkiləşim quruq bir-birimizdən. Yaxşı, tam yəni yemək yeyəndə və kardio vaxtı baxmalı videodur. Kardioda baxsanız mənə mütləq bildirin, aşağıda rəylərdə yazın, yaxşı. Güzgüyə bax, güzgü. Ben göstermeyeyim. Anakonda yok şey lan. Sən kameranı mənə ver, zəhmət olmaz. Nadir'in işini əlindən aldım. Ben yarıdan gösterdim. Karnımı gösterme. Anakonda yok şey. Nadir, ya mən Nadir'in... Buradan gösterme. Buradan bire göster. Bire Fırat bire göster. Evet. Baxın, kamera arxasındakı Nadir. Karnı seni Çox göster. şirinliyim ama Xəngəl qarnıdır. sevirəm belə kaslı və ya, bir dənə at köynəyi at göstər. Oh my god. Ama ölüp. Bir gün sənə də qol məşqi çəkərik, mən çəkərəm. Nəysə, axırıncı hərəkət də göstərim və finish. Mənim qətiyyən bu işdə bacarıqlı olmamağım gerçəyi. Deməli, otururuq, amma düz oturmuruq, tərsdən oturacaq, yaxşı. Götürdük. İkisini də aralı məsafədən. Oturduq, düz. Maili qarşıya otururuq ki, bu bizim başımızın overhead olsun da, yəni başımızın arxasına gəlsin. Nadir, saçımı çıxart da, nə olar? Bitdi. Uşaqlar, bugünkü kürək məşqimiz bu qədər. Bu qədər deyil təbii ki də, sizdən sonra mən davam edəcəm məşqə, sonra da kardioya. Sizə dediyim kimi, kardio vaxt qoyursunuz videonu, mənə göndərirsiniz, bildiriş edirsiniz. Qarşılıqlı etkiləşimdə oluruq. Hamınızı çox istəyirəm. Öpürəm çoxlu-çoxlu. Məşqləri buraxmayın. Yayda çoxlu su içməyi və kardio etməyi qətiyyən unutmayın. Qalan heç nəyinizdə bu həftə vecizə almayın. Öpürəm. Öpürəm hamınızı çoxlu. Bye bye.